Mənim oğlum olsa, mən onun atası olmayan bir qızı ala bilmərəm. Çünki mən elə ailəmdən, doğulduğum ailədə görmüşəm ki, evin kişisi kişi olmalıdır. Kişi xarakterli olmalıdır. Kişi tabeçiliyini anlamayan qadın heç vaxt, heç kəsin oğlunu xoşbəxt edə bilməz. Sunlu ola bilməz. Biz bu dünyada qadınıq. Baxın, imkanlı da qadın ola bilərik. Möhtəşəm təhsilimiz ola bilər. Sözümüzün kəsəri ola bilər. Ölkədə söz kəsəri ola bilər bizdə. İnsanlar hörmət eləyə bilər bizə. İnsanlar sevə bilər bizi. Pərəstişkarlıq da edə bilərlər. Belə olmaq da istəyərlər. Amma siz, xanım, qapını açıb evinizə girəndə sizin də tabi olduğunuz o kişi var. Onun sözü sizdən bir pillə yuxarıda gələcək. Zaten bu belə olmasa siz xoşbəxt olmayacaqsınız. Yəni siz əgər bir qadın kimi elə həmişə ona ultimatum verim, elə belə məcbur eləyim, idarə eləyim, bununla bir qadın xoşbəxt. Biz qadınlar, biz bizdən güclü kişinin yanında xoşbəxt olmalıyıq. Sizə Nigar xanım, qadınlara əzizlənmək yaraşar, qadınlara necə deyim, naz eləmək yaraşar, qadınlara sevgi yaraşar, amma kişi ilə yarışmaq yaraşmaz. Tağım əlim, mən sosial şəbəkədə o qədər şey, mənə indi yazırlar da qızlar. İnanın ki, mən indi bir çox qadınlarda, bilmirəm efirə gedəcək bu sözüm yoxsa yox, bunu zəhmət olmasa heç cürə də təhqir kimi qəbul eləməyin. Çünki bilirsiniz, bu düzdür. Yəni mən də neyiniyim, ağzımı bağlaya bilmirəm, düz danışan adamam. Düşünürəm, belə ağıllı, kamallı, dünya görmüş, ağbirçək, ağsaqqal, xalqın, millətin müdriki. S kanalı bunu hardan tapıb? Hörmətli kanallar, TV-lər, pula görə bəzilərindirəm, əqidənizi satmayın. Satmayın əqidənizi o 1000 manata görə, 1500 manata görə, 2000-ə görə. Bu qadın kimdir? Şərait yaradırsınız, dəfələrlə təhqir edib insanları. Ay mənim diplomum belə, ay 11 universitet qutarmışam, yox 8 universitet qutarmışam, yox 5 universitet qutarmışam, başa vurmuşam, lap belə 40 universitetin tələbəsi olmuşsan, diplomları var. Amma bu o demək deyil ki, sən gələsən, insanları belə təhqir edəsən. Mənim oğlum olsa, atası olmayan qız almaram. Atalar onkoloji xəstəlikdən dünyasını dəyişir. Atalar ürəkdən dünyasını dəyişir. Atalar qəzaya düşür. Atalar çaya düşür. Atalar dənizdə batır. İş şəraitində çoxsu. Hələ mən şəhid olan atalardan danışmıram. Atalar var, durduğu yerdə dünyasını dəyişir. Neynəməlidir bu qızlar? Bu qızları köçürək Azərbaycandan. Vətənimizdən didərgin salaq ki, sizin atanız yoxdur. Sizi heç kimi almayacaq, siz ailə qurmayacaqsınız, ərə gedə bilməzsiniz. Çünki bir dənə arvad, elə arvadsan, bir dənə arvad, ağzı büyürünü əgir bir arvad, çıxıb deyir ki, mənim oğlum olsa, mən atası olmayan qız almaram. Sən kimsən? Sən nəçisən? Sən hansı dünyadan gəlmişsən? Sənə kim tərbiyə verir? Sənə kim dərs deyir? Sənə kim elm öyrədir? Hörmətli TV-lər, bəsdirin. Küçədən keçənləri, küçə həyatı yaşayanları bu TV-lərə bəzilərini deyirəm, gətirməyin. Bunun dediyi bir ifadə var. Atasız qızı oğlumu almaram. Bu çox ağır bir sözdür. Bir ağır sözdür. Bu sözün ağırlığı bilirsiniz nədir? Bu sözə görə insan məsuliyyət daşıyır. Mən düşünürəm ki, bizim hər birimiz bu qadını çalışmalıyıq ki, o sözün məsuliyyətini bilsin və sübut etməliyik ona. Yenə də deyirəm, boşanan qızlar var, ataları var. 3 dəfə ərə gedib çıxan qızlar var, ataları var. Nə bilim, nə oyunlardan çıxan qızlar var, ataları var. Niyə görə atası olmayan qız tərbiyəsiz olur, əxlaqsız olur, nə bilim, nə işlərinə məşğul olur. Bu qadına, bu arvada yerin göstərmək lazımdır.